İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. 2030-cu ilə qədər ən çox tələb olunan bacarıq süni intellektlə işləmə qabiliyyəti olacaq. Dünya İqtisadi Forumunun hesabatında belə deyilir. Yəni, texnologiyalar iş dünyasını kökündən dəyişir. То, что мы сейчас видим, это... Hazırda şahidi olduğumuz süni intellekt və ChatGPT sahəsindəki inkişaflar əslində inqilabdır. Artıq mağazalarda, çağrı mərkəzlərində və digər təkrarlanan işlərdə çalışan insanların yerini süni intellekt alır. Bu səbəbdən texnologiyalarla işləmə bacarığı gələcəyin deyil, bugünün vacib bacarığına çevrilib. Делают работу, в которой много. Süni intellekt artıq seçim deyil. Yəni 5 il öncə mən seçə bilərdim və deyə bilərdim ki, mən texniki sahəyə getmirəm, bu sahənin belə deyək, peşəkarı mütəxəssisi deyiləm, süni intellekt mənə lazım deyil. Amma bugün bu belə deyil. Bugün süni intellekti sahəsindən, peşəsindən asılı olmayaraq hər kəs öz sahəsində tətbiq edir. Maliyyəçisənsə orada tətbiq edir, hüquqşünas, tərcüməçi və yaxud da ki, tibb sahəsi, müəllim, fərqi yoxdur. Kim olduğundan, hansı peşənin sahibi olduğundan asılı olmayaraq süni intellektin tətbiqi həmin sahədə artıq real dünyamızın bir tələbidir. Azərbaycan da bu trendlərdən geri qalmır. Dövlət tərəfindən təqdim edilən ödənişsiz milli proqram çərçivəsində Coursera platformasında 10 minə yaxın kurs artıq daha əlçatandır. Top 10-da olan kursumuzun birincisi elə süni intellektlə bağlıdır. Və bu artıq bir mesaj verir ki, insanlar artıq anlayıblar, artıq başa düşülüblər ki, öz sahələrində mütləq şəkildə tətbiq etməlidir. Bugün biz süni intellekt alətlərini öz gündəlik işimizdə tətbiq edirik. Bu bizə daha qısa vaxt ərzində daha çox iş görməyə, daha çox məhsul yaratmağa, daha çox layihə həyata keçirtməyə imkan verir. Əmək bazarında fərqlənmək üçün texniki biliklər kifayət etmir. İndi həm təkcə yeni peşələr deyil, yeni bacarıqlar formalaşır. Знание того, что такое искусственный интеллект, ChatGPT, как правильно задать. Süni intellektin mahiyyətini anlamaq, ChatGPT ilə işləməyə, düzgün sorğu, prompt yazmağa bacarmaq hər kəs üçün vacib olacaq. Gənclər texnologiyalarla işləmək bacarığı olanlar bu sahədə üstünlük qazanacaq. Amma kim bu sahəyə laqeyd yanaşırsa, işi avtomatlaşdırma riski ilə üz-üzədir. Этому, то, скорее всего, так или иначе, может быть, не вся. Elə bu kontekstdən irəli gələrək Bakıda Əmək Bazarı və Sənaye 4.0 çağırışları mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitet proqramlarının əmək bazarına uyğunlaşdırılması və onlayn platformalara inteqrasiyası əsas müzakirə mövzusu olub. Artıq dünyanın aparıcı universitetləri tələbələri real iş mühitinə hazırlamaq məqsədi ilə tədris proqramlarına texnologiya şirkətlərinin kurslarını daxil edir. В будущем мы точно не знаем, какие. Gələcəkdə hansı peşələrin olacağını dəqiq bilmirik. Bəlkə ChatGPT-dən soruşmaq olar, amma hansı bacarıqları bugündən inkişaf etdirməliyik, bu bəllidir. Ən vacib bacarıqlardan biri öyrənməyi öyrənməkdir. İnformasiyada çox diqqət yayındırıcı mənbələr çoxdur. Əgər bu vərdişi itirsək, hər şeyi süni intellektə həvalə edib özümüz düşünməyi unuda bilərik. Tənqidi düşüncə, yaradıcılıq və innovativ yanaşma bunlar gələcəyin əsas bacarıqları olacaq. Bu sayədə artıq prompt mühəndisliyi adlı yeni peşədə yaranıb. Hesab olunur ki, süni intellektdən səmərəli istifadə üçün əsas bacarıqlardan biri düzgün prompt yazmaqdır. Bunu nəzərə alaraq da 4SIM Azərbaycan üçün öyrənmək istəyən, inkişaf etmək istəyən insanlar üçün layihələr edir ki, milli proqramda sadaladığım layihələrdən biridir. Növbəti kohortlara, qruplara vətəndaşlarımız qeydiyyatdan keçərək qoşula bilərlər və süni intellekti sahələrində necə tətbiq edə bilərlər. Xüsusilə də bugün süni intellektdə prompt yazmaq çox önəmlidir və hətta bu sahədə prompt engineering deyilən bir ixtisas var. Prompt mühəndisliyi ilk baxışdan texniki sahə kimi görsənir, amma bu elə deyil. Və hətta bunu böyük şirkətlər, qlobal şirkətlər bu insanları bu vəzifədə vakansiya açıb işə götürürlər. Yəni bunu düşünürəm ki, hər kəs öyrənə bilər, yetər ki, o insanın bu sahəyə marağı olsun, özünə inkişafa meyli olsun.
Marketinqdən hüquqa, tərcümədən təhsilə qədər bir çox sahədə süni intellekt agentləri insan əməyini demək olar ki, əvəz edir. Qeyd eləyək ki, Milli Proqram 4SIM Akademiyası, Təhsilin İnkişafı Fondu və Qlobal Öyrənmə Platforması Coursera-nın birgə əməkdaşlığı ilə həyata keçirilir. Bu platformadan 7500-dən çox şəxsə lisenziya verilib, onlardan 5000 nəfəri 14000 sertifikat əldə edib. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.